Salam, hər vaxtınız xeyir olsun. Dəyər yayınlarının 21 dekabrda keçirmiş olduğu sınaq imtahanının 6-cı siniflərin ingilis dili suallarına baxaq. Listening hazırda əlimdə yoxdur. Birazdan onu tapıb şərhə qeyd edəcəm. Oradan yoxlayarsınız. Biz 56-dan başlayaq. 56-da doğru cavab olacaqdır A variantı. 57-də D variantı. 58 C. 59 B. 60 isə D-incilisi olur. Bu formada. 61 B, 62 D, 63 A, 64 D, 65 məsələn burada lot olabilir, a lot of fruit kimi. 66'da D, 67 B, 68 B yenə, 69 A variantı, muzey təkdədir, 70 D olar parents cəmdə, 71 A variantı, 72 B, 73 C, 74 A variantı, 75 isə C variantı. Vaxt baxımından sadəcə doğru cavabları dedim, izahını verə bilmədim. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.